Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. 8-11 noyabr, yəni bugündən 11 noyabr qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də Azərpoçt MMC-nin şöbələri və valyuta mübadiləsi məntəqələri fəaliyyət göstərəcəklər. Bu barədə Azərbaycan Mərkəzi Bankının istinadən xəbər verilir. Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 15 bankın 166 satış nöqtəsi, o cümlədən 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla Azərpoçtun 68 şöbəsi, valyuta mübadiləsinin lisenziyası almış 7 valyuta mübadiləsi məntəqəsi müştərilərə xidmət göstərəcək.